Uşaqlarım, sinifdəki şagirdlərin sayının 3 qatı ilə 2 qatının cəmi 100-dür. Sinifdə neçə şagird var? 20. Bəli. Sıraya girin, sıraya girin. Azərin yaşının 4 qatı ilə 2 qatının cəmi 60-dır. Azərin neçə yaşı var? Belki. Xeyr. Əyləşin. Mehmet Azərin yaşının 4 qatı ilə 2 qatının cəmi 60-dır. Azərin neçə yaşı var? 30. Xeyr. 20. Əyləşin. Buyurun. Əyləşin. Bunlar 48. Xeyr, əyləşin. Bir de 4. Azərin yaşının 4 qatı ilə 2 qatının cəmi 60-dır. Azərin neçə yaşı var? Ailesi. Bəli. Sen çıkanda eve gedəsən də birbaşa. Buyurun uşaqlar. 11. 7. Xeyr, əyləşin. 10. Bəli. Bir yemişin kütləsinin 5 qatı ilə 6 qatının cəmi 22-dir. Yemişin çəkisini tap. 8. Xeyr. Əyləşin. Bir yemişin kütləsinin 5 qatı ilə 6 qatının cəmi 22-dir. Yemişin çəkisini tapın. Əyləşin. Buyurun. 20. 27. Əyləşin. Bir yemişin kütləsinin 5 qatı ilə 6 qatının cəmi 22-dir. Yemişin çəkisini tapın. Əyləşin. 11. 24. Əyləşin. 2. 2. Fikrimdə tutduğum ədədin 2 qatı ilə 3 qatının cəmi 90-dır. Fikrimdə neçə tutmuşam? Yox. Fikrimdə tutduğum ədədin 2 qatı ilə 3 qatının cəmi 90-dır. Fikrimdə neçə tutmuşam? İbrahim, sən də cavab verə bilərsən. Yaxına gəl. Xeyr. Sonuncu dəfə deyirəm. Fikrimdə tutduğum ədədin 2 qatı ilə 3 qatının cəmi 90-dır. Fikrimdə hansı ədəd tutmuşam? 450. Xeyr. 18. Yasin'i alqışlayın uşaqlar.